Müharibənin uduzulmasının bircə səbəbi oldu. Ən əsas səbəb. Müharibənin uduzulmasının ən əsas səbəbi nədir? Səbəblər çoxdur, 5-6 səbəb sayacağım. Ən əsas səbəbi. 1. 5-10-15 il bundan qabağa qədər, iqtisadi tənəzzül yaşanmamışa qədər 50 milyon Cənubi Azərbaycanlı nə deyirdi? 40 milyon, 50 milyon. Şimal, Cənub bir olsun, paytaxt Təbriz olsun. Deyirdilər. Son 10-15 ildə bunu deyən, ortaya çıxardan, belə bir o mitinglər eləyib bu sözü deyən, o gördünüz mü? Hey, Kürdü qaldırdılar dəfələrlə, Ərəbi qaldırdılar dəfələrlə. Dəyərli vətənlər. Amma 50 milyona qədər Azərbaycanlıları qaldırmadılar, qaldıranmadılar. O 50 milyon Azərbaycan qalxmasa, İran dağılmayacaq. Əvvəllər çox böyük şəkildə qalxırdılar. Amma indi niyə qalxmırlar? Çünki onlar müstəqil olmaq istəmir. Onlar baxır ki, Netanyahu'nun, Trump'ın öpüb görüşdüyü, kankalıq elədiyi, dəstəklədiyi İlham Əliyev Azərbaycanı. İnsanlar orqanını satır, yarıdan çox əhali orqanını satır. İnsanlar bədənini satır, şərəfini satır. Epşteyinə körpələri daşıyırlar. Baxın, Türkiyə batırdı, İsrail dəstəkli Erdoğan, Türkiyə iqtisadiyyatı çöküb. Türkiyə və Azərbaycan illah da Azərbaycan idarəçiliyinə baxdılar. Azərbaycanda minlərlə qazinin həyatına son verməsinə baxdılar. Azərbaycanda ana uşaq ölümünə görə birinci yerdəyik. İnfarkta görə birinci yerdəyik. 18 yaşında uşaqlar, cavanlar stentdən gəzir. Azərbaycanda sərhədlər bağlı. Azərbaycanda 50%-dən çox əhali maaş almır. Alanların da 50%-dən çoxu 200 dollar, 300 dollardan artıq pul ala bilmir. Gəlmələr Avropadan 5 dəfə baha. Qiymətlər Avropadan 3-5 dəfə baha. Ermənistan, Gürcüstana baxanda Azərbaycan onların yarısı qədər belə yaşama yoxdur. Ölkədə səhiyyə yox, ölkədə təhsil yox, ölkədə mədəniyyət yox. Ölkə tam bir Azərbaycanda soyqırım yaşanır. Hansı geri zəkalı Cənubi Azərbaycanlı şimala baxıb, İlham Əliyev idarəçiliyinə baxıb, müstəqil olmaq istəyər ki, Trump və Netanyahu İlham Əliyev kimi qaz oğlu qazı, oğraş oğlu oğraşı gətirsin qoysun təpələrinə, Hindistanı, Pakistanı töksünlər, arvadının qızlarını o çirətə qoysunlar. Azərbaycanda bədənini və şərəfini satmaqdan başqa İlham Əliyevin insan birbaşa İlham Əliyev təsir elədi, ona görə də İran, Türklər müstəqil olmaq istəmir. Rusiyada İlham Əliyev Rus köpəyi eyni zamanda. Rus idarəçiliyindən də, nə bilim İsrail idarəçiliyindən də, Netanyahu Amerikaya bağlı olmaqdansa Britaniyaya elə bəli, Cənubi Azərbaycan, Şimali Azərbaycan müstəqildir. Şimali Azərbaycan Əliyev idarəçiliyi. Neft qaz ölkəsiyik. Zəngin ölkədə əhalinin 80% çörək almaq imkanı yoxdur. Yəni dəyərli vətənlərim, onlar bizə baxır. Onlar müstəqil olmaq istəmir. Elə deyil, Fars idarəçiliyi yaxşı. Yəni qardaşlar, bacılar, bunu niyə Netanyahu anlamır? Niyə Amerika anlamır? Hansı köpək oğlu Cənubi Azərbaycanlı müstəqil olmaq istəyir? Axı biz müstəqil olduq, nə dilədik? Baxın, Cənubi Azərbaycan 50 milyon, 40 milyon, nə deyirsəniz deyin. 40 milyon. Bakın bizden yaxşı dolanır mı? Dəfələrlə. Orada bir uşağa verilən pula 2 ton yanacaq almaq olur. 2 ton yanacaq. Xəstəxanalar pulsuz, dərmanlar pulsuz. Necə deyərlər? Acından ölən yox. Azərbaycanda sən gəlirsən, təcili yardım gəl, bir pul verəsənsə gəlirəm. Azərbaycanda insanlar ölür, dərman tapa bilmir.